Mən əslində dünəndən bilirdim ki, yağış yağacaq. Özü də hava proqnozuna baxmadan. Çünki bir dostum var. O haçan maşın yuduzdurdusa, yer göy dağılır. Bakının da ən böyük düşmənlərindən biri nədir? Yağış. Bax, yollar hələ də düzəlməyib. Hər yeri su aparır. Xırdalana baxın bir dənə. Bir ölkənin paytaxtında belə hal olar? Olmaz vallah. Londonda bu yağışın 10 qatı yağır. Cənubi Amerikada bunun dəfələrlə artığı yağır. Onda gərək orada insanlar qayıqla gəzsin. Xırdalandan başqa görüntümüz də var. Vallahi ayıbdır. Biz balıq deyilik. Biz həyətdə katerdə saxlamırıq. Bu suyun qalmaması üçün yollara əl gəzdirilsə, daha az pul xərcləmiş olarıq. Nəinki yağışdan sonra dəyən ziyan. Qabaqdan yay gəlir. Növbəti payıza qədər, qışa qədər bu yol məsələsini həll eləmək olar. Adam kinolardakı kimi yağışda çıxıb gəzmək istəyir. Heç cür o romantikanı bizə yaşatmırsınız da. Rəsmi qaydada paytaxtımız yağışın qabağında gözü kölgəlidir. Nəinki Bakı. Bakıya gələn yollar da naümid yaşayır. Bir dənə Bakı-Şamaxı yoluna baxın. Hal-hazırda çəkiliş apardığım ərazi Bakı-Şamaxı Yevlax yolunun 78-ci kilometridir. Selin gəlməsi vasitəsilə kanallar dolub, su ötürücüləri dolub və yola çıxır. Orada daşıb. Oranı da su aparır. Körpü tikirik, suyun altında qalır. Tünel qazırıq, suyun altında qalır. Bir damcı ümidlərimiz var, o da suya düşüb. Su təkcə Bakıda aydınlıq deyil deyəsən. Bütün kəndlərdə, ara məhəllələrdə su qalan yerlər var. Bayaq bir canlı yayın açmışdılar. Zabratda bir küçəni göstərirdilər. Oradan keçən maşın artıq suda batmış sayılır. Halbuki o küçələrdə suyu özünə çəkən sistem lazımdır. Yaxşı mühəndisin əlində bu problemi həll eləmək 2x2-dir. NZS tərəfə baxın. İnsanların evi rəsmən suyun altındadır. Və sizə deyim ki, burada tək təhlükə suyun həyətə yığılması deyil. Orada o su cərəyanla təmas eləsə, necə bir faciə yaşana bilər, təsəvvür belə eləyə bilmərik. Keçən səfər yağış yağanda tuneldə bir faciə oldu. İndi yenə yağış yağır. Allah bizi daha pis nəticədən qorusun.